Yerdə qalmayacaq. Həqiqətən də elədir. Belə gəncləri gördükcə insan fərəhlənir, deyir ki, yəni bizim əziyyətimiz yerdə qalmadı. Gələcək üçün gözəl bir nəsil yetişir. Hər birinizi Zəfər Bayramı münasibəti ilə təbrik edirəm. İnşallah bir də xalqımıza, ordumuza müharibə qismət olmasın. Həmişə xoş günlər nəsib olsun. Çox sağ olun. Təşəkkür ederim. Gözəl analarımız, şəhid analarımız. Mən Xalidə dərs demişəm. Gözəl, sevimli şagird idi, amma dəliqanlı idi. İnanırsınız ki, o qədər mərd uşağı idi ki, boylu buxunlu, yarı yaraşıqlı. Allah sizə can sağlıq versin. Bütün şəhidlərimizə Allah rəhmət versin. Qazilərimizə can sağlıq versin. Gəldiyiniz o gözəl qədəmlərimizə qurban olaq. Sizin o gözəl dəyərli günlərinizi, saatlarınızı, dəqiqələrinizi ayırıb gəlib bizim bu təqdimatımızda, bizim tədbirimizdə iştirak eləmişsinizsə, sizə ürəkdən təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun, nə yaxşı ki varsınız.